yoldaşlar, mən bir şeyi zonanı göstərmək. Biz dedik ki, bizim bir arxa zonamız və bir ön zonamız var və həqiqətən də görürsünüz ki, arxa zonanın həcmi böyükdür. Və arxa zonada zona belədir. Birinci zona, altıncı zona, beşinci zona, dördüncü zona, üçüncü zona və ikinci zona. Ön zona görürük ki, hansıdır? 2, 3, 4. Arxa zona isə 1, 6, 5-ci zona. Arxa zonanı qırmızı da eləyə bilərik. Qırmızı ilə yazaq üstündən. 1, 6 və 5. Aha. Gəlirik indi yoldaşlar nəyə? Baxın, bir şey yadda saxlayaq ki, voleybolda servisi həmişə birinci zonanın oyuncusu başlayır yoldaşlar. Həmişə birinci zonanın oyuncusu. Bax, bu başlayacaq servisi. Və servis hakim fitindən sonra maksimum 8 saniyə ərzində yerinə yetirilməlidir. 8 saniyə bir də yadınızdadsa basketbollaydı. Rəqib tərəfə keçmək. Servis dedi ki, 8 saniyə ərzində yerinə yetirilməlidir. Əla. Nə gözəl, nə yaxşı. Və servis dedi ki, həmişə birinci zonanın oyuncusu yerinə yetirir. Və servisi yerinə yetirən oyuncusu arxa xəttin istənilən yerindən oyuna başlaya bilər. Arxa xəttin istənilən yerindən. Baxmayaq ki, birinci zona buradadır. O istəsə buradan başlayar, istəsə buradan başlayar, istəsə buradan başlayar. Amma bir dənə şərt var ki, siz burada yaxınlaşdım görürsünüz. Baxın, bir dənə qara xətt var burada. Bax, bu qara xəttin, yəni yan xəttin hüdudlarından kənara çıxa bilməz. Yəni, gəlib buradan başlaya bilməz. Görürsünüz, yan xəttin hüdudunun kənarına keçdi. Hə, buradan başlasın, buradan başlasın. 2 dənə punkt var. Yan xəttin hüdudundan kənara çıxa bilməz və xətti tapdalaya bilməz. Görürsünüz də, yəni xətti ağ rəngdə bir xəttdir. Mən əgər tutaq ki, servisi başlamaq istəyirəmsə, mütləq bu ağ xəttə toxuna bilmərəm, arxadan başlamalıyam. O ki, topu atıram, top mənim əlimdən çıxdı, əlimdən çıxandan sonra zərbə vururamsa, o zaman xətti tapdalaya bilərəm, xətti keçə bilərəm. Amma gəlim, yanım xəttin üstünə və yaxud xəttdən qabaqda belə başlayım olmaz. Arxadan başlamalıyam, atmalıyam, zərbə vurandan sonra xətti tapdalaya və ya xəttin o tərəfinə keçə bilərəm. Bu servisi yoldaşlar. Servisi dedik ki, həmişə birinci zonanın oyuncusu hakim fitindən sonra maksimum 8 saniyə ərzində yerinə yetirir və arxa xəttin istənilən nöqtəsindən başlaya bilər və yan xəttin hüdudlarından kənara çıxa bilməz. Gəldik. Servis top havaya atıldıqda və ya əldən buraxıldıqdan sonra təkər və ya qolun bir hissəsinə vurulmalıdır. Diqqətlə oxuyuruq. Bir servis top havaya atıldıqdan və ya əldən buraxıldıqdan sonra təkər və ya qolun hər hansı bir hissəsinə vurulmalıdır. Həqiqətən də, baxın, bəlkə voleybol oynamışıq, bəlkə şarjı aparmışıq, yəni görmüşük də voleybol oyunu. Mən tutaq ki, servis başlayım. İndi siz mənə baxın, yoldaşlar. Deyib top havaya atıldıqda və əldən buraxıldı. Top havaya atıldı, bu o deməkdir. Və yaxud əldən buraxıldı, eyni məna deməkdir. Top havaya atıldı, əldən buraxıldı. Ümumiyyətlə, servisi mən belə başlaya bilərəm, 2 əllə. Başlaya bilərəm 2 əllə, bax belə. Başlaya bilərəm. Deyil. Aha. Deməli, cümlə bizi aldada bilər. Eyni sözü qoyar, gətirib bura təkin yerinə qoya bilər 2 əllə. Heç bir halda 2 əllə servis başlamaq olmaz. Buna qəti şəkildə icazə verin. Servisi adətən belə başlayırlar, professionallar. Atırlar, topu belə möhkəm vururlar. Ya da ki, bizim əlinin arası belə başlayır. Qolun bir hissəsi atırıq, top belə vururuq. Düzdürmü? Yəni, top havaya atıldıqda və əldən buraxıldıqdan sonra təkər və qolun bir hissəsi ilə vurulmalıdır. Kimsə mesaj yazdı. Aha, təkər və qolun bir hissəsi ilə vurulmalıdır. Və topun ikinci punta baxaq. Deyir, topun sadəcə bir dəfə havaya atılmasına və ya əldən buraxılmasına icazə verir. Deməli, mən məktəbdə bir voleybol komandası qurmuşam. Bu voleybol komandasında bəzən zarafatlaşırlar. 2 komanda oynayır. Servisə başlayanda götür topu belə atır, zərbəni vurmur, təzdən tutur. Sırazı fiti çalıram, xalı verirəm rəqibə.